bir qadının geyimi, sosial şəbəkə profili, bədən dili. Bunların hamısı sadəcə bir maskadır, illüziyadır. Qadın özünü dünyaya necə satmaq istəyirsə, elə bir personaj yaradır. Bəs onun həqiqi, çılpaq daxili dünyası hardadır? Cavab sadədir. Onun yaşadığı evdə, divarların arxasında. Çünki ev dörd divar deyil. Ev şüuraltının birbaşa proyeksiyasıdır. Ruhun rentgen şəklidir. Düşünən adam sizi psixologiyanın və insan ruhunun qaranlığına aparır. Psixanalizin atası Sigmund Freud hələ bir əsr əvvəl iddia edildi ki, insanın uşaqlıq travmaları onun gələcək xarakterini tamamilə formalaşdırır. Freudin pəncərəsindən baxsaq, iki tip qadın var. Birincisi, obsessiv təmizlik xəstələri. Səhərdən axşama qədər əlində bezlə hər yeri silən, bir toz zərrəsini dözə bilməyən qadın. Bu, sizə təmizlik sevgisi kimi görünür? Xeyr. Freydə görə bu, daxili gərginliyin və bastırılmış aqressiyanın xaricə püskürməsidir. Bu qadın öz həyatını, emosiyalarını idarə edə bilmir. O, şüur altındakı nəzarəti itirmək qorxusunu mebelləri nizamlayaraq sakitləşdirir. O, evini deyil, daxilindəki xaosu silmək istəyir, amma bacarmır. İkincisi, səliqəsizliyin qurbanları. Hər yer dağınıqdır. Paltarlar yataqda, çirkli qablar ortalıqda. Bu dağınıqlıq uşaqlıqdakı avtoritar valideyn qaydalarına şüuraltı bir üsyandır. O, ətrafa xaos yayaraq hayqırır. Mənə heç kim qayda qoya bilməz. Lakin bu azadlıq deyil. Bu, keçmişin travmalarına ilişib qalmış uşağın fəryadıdır. Müasir klinik psixoloq Nuh Mankovski isə məsələni daha da konkretləşdirir. O deyir ki, dağınıqlığın zonası şüuraltının hansı hissəsinin zədəli olduğunu göstərir. Yataq otağı dağınıqdırsa, bu sadəcə tənbəllik deyil, yataq otağı intim zonadır. Mankovskiyə görə oradakı xaos qadının öz qadınlığını qəbul edə bilməməsinin və seksual emosional böhranlarının proyeksiyasıdır. O, yatağını toplaya bilmir, çünki hisslərini toplaya bilmir. Mətbəx çirklidirsə, mətbəx qayğı zonasıdır. Əgər mətbəx bərbad haldadırsa, o qadın emosional olaraq tamamilə tükənib. O, özünə olan sevgisini itirib və ətrafdakılara qayğaclığını bu şəkildə bürüzə verir. Köhnə əşyalarla dolu künc bucaqlar, keçmiş münasibətlərdən və travmalardan qopa bilməməyin fiziki sübutudur. Atılmayan o əşyalar deyil, o qadının şüuraltı keçmişidir. Müasir psixologiyanın ən təsirli simalarından biri Jordan Peterson isə məsələyə varlıq fəlsəfəsi ilə yanaşır. Petersonun fundamental tezisi budur. Əgər öz otağını təmizləyə bilmirsənsə, öz həyatını necə idarə edə bilərsən? Petersona görə bir qadının yaşadığı məkan onun şüurunda cəryan edən xaos və nizam mübarizəsinin fiziki meydanıdır. Əgər bir qadın evini dağınıq saxlayırsa, bu sadəcə tənbəllik deyil, bu onun daxilindəki ruhi xaosun, depressiyanın və məsuliyyətdən qaçışın manifestidir. O, şəxsi dünyasını nizamlayacaq ruhi gücü özündə tapa bilmir. Otağındakı hər bir dağınıq əşya onun həll etməkdən qorxduğu bir problemi təmsil edir. Amma Peterson bir şeydə xəbərdar edir. Əgər ev həddindən artıq sterilləşdirilmiş dərəcədə səliqəlidirsə, bu da nizamın tiranlığıdır. Qadın daxilindəki gözlənilməz emosiyalardan o qədər qorxur ki, evdəki hər bir əşyanı həbsxana rejimi kimi nəzarətdə saxlamaqla özünü təhlükəsizlikdə hiss etməyə çalışır. Yəni Petersona görə eviniz sizin ruhi sağlamlığınızın canlı göstəricisidir. İndi isə ətrafınıza diqqətlə baxın və ya öz evinizə. Silməyə çalışdığınız o tozlar əslində şüuraltınızda gizlətdiyiniz hansı sirlərdir? Yoxsa toplamağa qorxduğunuz o dağınıqlıq daxilinizdəki ruhi çöküşün etirafıdır? Siz evinizi idarə edirsiniz, yoxsa şüuraltınız eviniz vasitəsilə sizi ifşa edir?